Herkese salam. Bugünkü dərsimiz informatikadan informasiyanın kodlaşdırılmasıdır. Kod, kodlaşdırma və dekodlaşdırma. İnformasiyanı təqdim etmək üçün istifadə olunan şərti işarələr sisteminə kod deyilir. İnformasiyanın hər hansı kodla göstərilməsi isə kodlaşdırma adlanır. Kodlaşdırmanın əks prosesi dekodlaşdırma adlanır. Gəlin indi nümunələrlə tanış olaq. Baxın, burada belə bir işarələr göstərilib. Bunlar hamısı kodlardır. Yəni, bu işarələr sistemi kod hesab olunur. Məsələn, yol ver sözünü biz kodla işarə eləmişik. Yəni, bu işarə ilə kodlaşdırmışıq. Buna deyəcəyik kodlaşdırma. Və yaxud da piyada solağını bu kodla göstərmişik. Yəni, yolda gedəndə bu piyada zolağını görürsənsə, bir var ora yazsınlar piyada zolağı, bir də var bu işarə ilə kodlaşdırıb göstərsinlər. Bu onun kodlaşdırılmış versiyasıdır. Və yaxud da dayanmaq qadağandır. Bunu kodlaşdıranda, məsələn, bu işarə ilə, bu kodla göstərir, bu adlanır bunun kodlaşdırma prosesi. Və yaxud da papqanı biz bu ikonla ifadə ediriksə, göstərirsə, bu onun kodlaşdırılmış versiyasıdır. Zibil qutusunu bax bu şəkildə bu ikonla kodlaşdırmış oluruq. Həmçinin browser və yaxud da Paint proqramı. Paint proqramını necə bilirik ki, bu Paint proqramıdır? Bu şəkli görəndə, bu ikonu görəndə başa düşürük ki, bu Paint proqramıdır və ora klik edib proqrama daxil ola bilirik. Və yaxud da mən sizə, məsələn, bir var yazaraq məlumatı ötürürəm. Bir var yazılmış məlumatı kodlaşdırıb səs vasitəsilə ötürürəm. Yəni, yazının səslə çevrilməsi onun kodlaşdırılması prosesidir. Digər nümunəmizdə baxın, bu salam sözünü hello sözü ilə əvəz eləmişik. Biz dedik ki, əvvəlki dərslərimizdə kodlaşdırma nədir? Məzmun eyni qalır, forması dəyişilir. Baxın, salam sözünü hello olaraq tərcümə eləmişik. Məzmun eynidir, ikisi də salam deməkdir tərcümədə. Sadəcə olaraq forması dəyişib. Və yaxud da əla sözünü 5 ilə ifadə eləmişik, kodlaşdırmışıq. Bu 5 özü koddur. Əla sözünün kodudur. Müəllim, məsələn, şagirdə qiymət yazanda bir var əla yazsın, bir var ki 5 yazsın ora. 5 ilə qiymətləndirilsin. Bu, əla sözünün elə kodlaşdırılmış versiyasıdır. Dekodlaşdırma nədir? Baxın, kodlaşdırmada dedik ki, məzmun eyni qalır, forma dəyişir. Baxın, salam sözünü kodlaşdırdıq, hello sözünü aldıq. Düzdür? Dekodlaşdırma isə bunun əksidir. Yəni, əvvəlki vəziyyətinə bərpa eləyir. Koddan açır. Hello idi kodlaşdırılmış versiyası. Bunu koddan açanda, yəni dekodlaşdıranda salam sözü əmələ gəlir. Kod anlayışı nədir? Baxın, kompüterə daxil olan və emal edilən bütün informasiya verilənlər formasında saxlanılır. Yəni, biz kompüterdə gördüyümüz nə informasiya var, onlar verilənlər şəklində kompüterdə saxlanılır. Bizim kompüterdə gördüyümüz yazılardır, şəkillərdir, videolar və s. hamısı arxa planda 0 və 1-lər şəklində kodlaşdırılır. Başqa sözlə ikili kodlaşdırmadan istifadə olunur. İkili kodlaşdırma yəni 0 və 1-lərdən istifadə olunur da, onu göstərir burada. Çünki kompüterin başa düşəcəyi dil 0 və 1-lərdir. Yəni biz dedik ki, kompüterə nə daxil eliriksə, hərf olsun, mətn olsun, şəkil daxil olsun, bu kompüterə daxil olan nə məlumat var, kompüter onu başa düşmür. Onu özü başa düşəcəyi dilə çevirir, yəni 0 və 1-lərə çevirir. Bu 0 və 1-lərə çevirdikdən sonra başlayır onları emal eləyir və bizim başa düşəcəyimiz dildə, ekranda əks etdirir. Baxın, ikili kodlaşdırmada necədir? Ədədləri biz ikili şəklində kodlaşdıra bilərik. Mətnləri, qrafikanı, səsi, videonu və s. Bunu növbəti dərslərimizdə ətraflı izah eləyəcəm. Baxın, burada belə bir nümunə göstərmişəm. Gəlin, nümunə üzərindən biz kod anlayışı barədə ətraflı tanış olaq. Təsəvvür et ki, bir otaqda 2 lampa var. Hər lampa ya yanır, onu 1 ilə ifadə eləmişik, ya da sönüb, 0 ilə ifadə eləmişik. Biz bu lampaların vəziyyətindən istifadə eləyərək fərqli kombinasiyalar yarada bilərik. Yəni, 2 vəziyyətimiz var bizim, 0 və yaxud da 1.
bu vəziyyətlərdən istifadə edərək deyir ki, neçə fərqli kombinasiya yarada bilərik. Bizim neçə lampamız var? 2 lampamız. 2 lampamızdan birinci hal ola bilər ki, ikisi də sönülü vəziyyətdə olsun. Baxın, ikisi də sönülü vəziyyətdədir. 2 lampamız var da. Ola bilər ki, biri sönülüdür, biri yanılı vəziyyətdə olsun. Ola bilər ki, biri yanılı olsun, digəri sönük vəziyyətdə olsun. Ola bilər də ki, ikisi də yanılı vəziyyətdə olsun. Yəni 4 dənə halımız oldu da burada. Yəni bu 2 vəziyyətdən istifadə edərək, yəni 0 və 1-lərdən istifadə edərək biz 4 müxtəlif kombinasiya yarada bilərik. Burada da onun şəklini göstərmişəm. Məsələn, burada 2 lampa sönülü ola bilər. Bunlar 0 ilə ifadə olunur. Birinci sönülü ola bilər, ikinci yanılı ola bilər. Bax, bu şəkildə ifadə eləmişəm. Və biz buradan belə qənaətə gəlirik ki, əgər burada 2 vəziyyətimiz varsa, yəni 0 və 1-lərdən istifadə eləmişiksə və lampaların sayı 2-dirsə, bax 2 lampadan istifadə eləmişik də burada. 2 lampadan istifadə, hər bir halda 2 lampadan istifadə eləmişik. Və ya buna uzunluq da deyə bilərik. Yəni uzunluğu bunun 2-dir. Əgər lampaların sayı burada 2-dirsə, onda deyəcək ki, mümkün kombinasiyaların sayı 2-nin üstü 2 bərabər 4 olacaq. Buradakı 2 nədir? Baxın, buradakı 2 və qüvvətdəki 2. Nə deməkdir? Bax, buradakı 2 o demək ki, biz 2 vəziyyətdən istifadə eləmişik. 0 və 1. Yazırıq bura 2. Qüvvətdəki 2 nə deməkdir? Baxın, 2 lampadan istifadə edib bu kombinasiyanı yaratmışıq. Ona görə qüvvətə də 2 yazacaq və yaxud da uzunluğu burada 2-dir. Hər birində baxın 2 elementdən istifadə eləmişik. Ona görə qüvvəti 2 yazacaq. Bərabər olacaq bu 4-ə. Deməli biz 4 müxtəlif kombinasiya yarada bilərik. Keçək digər nümunəmizə. Deyir ki, təsəvvür et ki, bir otaqda 3 lampa var. Hər lampa ya yanır, ya da sönüb. 1 və 0-la ifadə eləmişik bunları. Biz bu lampaların vəziyyətindən istifadə edərək fərqli kombinasiyalar yarada bilərik. Baxın, neçə fərqli kombinasiya burada yarada bilmişik. 8 fərqli kombinasiya yarada bilmişik. Bir var, biz bunları bir-bir oturaq yazaq, bu uzun vaxt alacaq. Amma əlimizdə düstur olandan sonra və yaxud da bunun məntiqini başa düşəndən sonra qısa bir zamanda biz bunun neçə kombinasiya yarada biləcəyini tapa bilərik. Baxın, burada neçə lampadan istifadə olunur? 3 lampadan və neçə vəziyyət var? 2 vəziyyəti var. 1 vəziyyəti və 0 vəziyyəti. Baxın, burada kombinasiyada ancaq 0 və 1-lərdən istifadə eləmişik. Deməli, yazacaq bura 2 vəziyyətdən istifadə eləmişik ona görə. Qüvvətdə neçə olacaq? Neçə elementdən istifadə eləmişik? Yəni lampadan hər bir halda 3 lampadan istifadə eləmişik. Qüvvətə yazacaq 3. Bərabər olacaq neçə? 8. Deməli 8 müxtəlif kombinasiya yarada bilərik. Keçək digər nümunəmizə. Burada deyir ki, təsəvvür et ki, bir otaqda 3 lampa var. Hər lampa ya yanır, 1-lə ifadə eləmişik, ya sönüb 0-la, ya da ki, zəif yanır. 2-lə ifadə eləmişəm. Biz bu lampaların vəziyyətindən istifadə edərək fərqli kombinasiyalar yarada bilərik. Və neçə kombinasiya yarada bilərik? Gəlin bunu tapaq. Neçə vəziyyətimiz var burada? 3 vəziyyətimiz. Baxın, lampa ya yanır, ya sönüb, ya da ki, zəif yanır. Baxın, bu halda, birinci halda bütün lampalar sönülü ola bilər də. İkinci halda ola bilər ki, ikisi sönülüdür, biri isə yanılıdır. Üçüncü halda ola bilər ki, ikisi sönülüdür, sonuncu zəif yanır. Və bu şəkildə gedir və axırıncı hal ola bilər ki, hər üçü zəif yanır. Biz bu kombinasiyaları belə yazınca, bunun məntiqini tutsaq, qısa bir vaxtda bunu həll edə bilərik, tapa bilərik. Baxın, dedik neçə vəziyyətimiz var? 3 vəziyyətimiz. Yazırıq bura 3. Qüvvətə neçə yazacaq? Neçə elementdən istifadə eləmişik? 3 elementdən. Yazırıq qüvvətə də 3. Və neçə kombinasiya yaratmış olduq? 27 kombinasiya yaratmış olarıq.
Bunu da bu cürə tapırlar. Sonra deməli gəlir burada, bax belə bir nümunəmiz. Burada deyir ki, bir kodlaşdırma sistemində hər simvol iki fərqli vəziyyət ala bilir. Baxın, əvvəlki slaydımızda lampadan söhbət açırdıq, lampanın nümunə gətirdik. Burada isə fərqli bir nümunədir. Məntiq eynidir. Sadəcə olaraq sözlər elə bəzədilib ki, forması elə dəyişilib ki, siz onları düşünərək tapa biləsiniz. Amma məntiq eynidir. Baxın, burada deyir iki vəziyyət var. İki fərqli vəziyyət var. 0 və 1 vəziyyəti. Əgər hər simvol bir elementdən ibarət kodla ifadə olunarsa, baxın lampada neçə lampadan istifadə edirdik? 2-3 lampadan istifadə edib kodlaşdırırdıq da. Burada isə deyir elə bir ki, bir lampadan ibarətdir. Bir lampa yazmayıb bura, element yazıb. Eyni şeydir məntiq. Deyir ki, bir elementlə kodlaşdır hər simvolu. Onda deyir, neçə fərqli kombinasiya yaratmaq olar, yəni mümkündür. A simvolu var, B simvolu var. A simvolunda, B simvolunda kodlaşdırmaq istəyirəm mən. Və deyir, iki vəziyyətimiz var da, 0 və 1 vəziyyəti. Və hər biri bir elementdən, baxın görürsünüz, bir elementdən ibarətdir. Onda belə bir düstur ortaya çıxır. Baxın, bu düstur elə bayaqki nümunələrdə göstərdiyimiz o həll ki var, o həllə uyğun düsturdur. Əgər biz müxtəlif kodların sayı və yaxud da buna əlifbanın gücü də deyə bilərik, hansı ki, gələcəkdə əlifbalar keçəndə daha ətraflı tanış olacaq. Elə bir ki, müxtəlif kodların sayı deyəndə müxtəlif kombinasiyalar başa düşün də, yəni müxtəlif kombinasiyaların sayını biz n-lə ifadə etsək, uzunluğu isə, yəni neçə element var burada? Bir element var da, deyir ki, bir elementdən ibarət olsun. Elementi və yaxud da buna uzunluq da deyirik. I ilə ifadə etsək, onda düstur belə olacaq. M bərabər 2 üstü I. Bu düsturdan rahat biz müxtəlif kombinasiyaların sayını tapa bilərik. İndi burada deyir ki, iki vəziyyətimiz var. Dedik, vəziyyəti biliriksə, yazırıq bura 2. Qüvvətə nə yazırıq? Uzunluğu. Neçə elementdən istifadə olunub? Bir elementdə. Ya A simvolu kodlaşdıranda bir elementdən istifadə olunub. B simvolda. Ona görə yazacaq üstə 1. Bu da bərabər olacaq neçəyə? 2-yə. Deməli, iki müxtəlif kombinasiya yarada bilərik. Baxın, həqiqətən də AB simvolunu kodlaşdıranda iki müxtəlif kombinasiya yaratmış olduq. Baxın, burada isə 2 elementdən deyir. Deyir, artıq 2 elementdən kodlaşdır. Baxın, hər bir halda 2 elementdən istifadə olunub. Elə bir ki, 2 lampadan istifadə olunub da. Onda bu zaman necə olacaq? 2 yazacaq, çünki 2 vəziyyətimiz var. Qüvvətə nə yazacaq? Uzunluq 2-dir. Yəni 2 elementdən istifadə olunub, kodlaşdırılıb. Yazacaq bura 2. Bərabər olacaq 4. Deməli, 4 müxtəlif, fərqli kombinasiya yaratmış olacaq. Həqiqətən də görürsünüz burada 4 müxtəlif kombinasiya yaranıb. Sonra, əgər deyir 3 elementdən ibarət olarsa, onda necə olacaq? 2 vəziyyətimiz varsa yazacaq bura 2, qüvvətə isə 3. Bərabər olacaq 8. Deməli, 8 müxtəlif kombinasiya yarada bildik. Həqiqətən də baxın, 3 elementdən istifadə olunub hər biri. Və əgər desə 4 elementdən ibarət olsun kod, baxın 4 elementdən ibarətdir. Uzunluğu 4-dür. Ona görə hər bir halda baxın uzunluğu 4-dür. Ona görə deyəcək 2-ni yazacaq burada, qüvvətə də 4 bərabər olacaq 16 müxtəlif burada fərqli kombinasiya yarada bilərik. Bu sualımız da belə. İndi keçək digər suallarımıza. Baxın, əvvəlki suallarımızın, nümunəmizin məntiqini başa düşəndən sonra bu suallarımızı da o şəkildə həll edib tapa bilərsiniz. Sadəcə olaraq yenə də deyirəm, sualın forması dəyişib, məntiq isə eynidir. Baxın, birinci sualımızda deyir ki, bir kompüter şifrəsi yalnız 0 və 1-dən ibarətdirsə və 6 simvol uzunluğundadırsa, neçə fərqli şifrə mövcuddur? Baxın, deyir ki, şifrə 0 və 1-lərdən ibarət olsun. Yəni, 2 vəziyyətimiz var burada. 0 və 1 vəziyyəti. Və uzunluğu deyir 6 simvoldur. Yəni, elə bir başa düşün ki,
6 simvolluq bir kod yazmalısınız, şifrə yazmalısınız. 6 simvoldan ibarət olmalıdır. Və deyir, bu 6 simvoldan ibarət şifrədən neçə dənə fərqli şifrə yaratmaq olar? Neçə fərqli şifrə mövcuddur? 0 və 1-lərdən istifadə edərik. Baxın, ola bilər ki, 0, 0, 0, yenə 0, 0, 1, 6 simvolda belə də yarada bilərsiniz. Ola bilər 0, 0, 0, 0, 1, 0, belə bir halda ola bilər. Bu şəkildə gedəcək, sonda 1, 1, 1, 1, 1, 1. Bu şəkildə fərqli şifrə yaratmaq olar. Ancaq 0 və 1-lərdən istifadə edirik. Onda belə bir qənaətə gəlirik ki, düsturumuz necə idi? N bərabərdir 2 üstü i. N'imiz burada, n'imizi tapmaq üçün, deyək ki, neçə fərqli şifrə mövcuddur. N'i tapmaq üçün nə edirik? 2 vəziyyətimiz var da, 0 və 1 vəziyyət. Ona görə buraya yazırıq 2. Qüvvətdə nə yazırıq? Neçə elementdən istifadə olunub? Baxın, neçə lampadan elə başa düşün ki, istifadə olunub? 6 lampadan. 6 lampa yazmayıb, 6 simvol uzunluğunda yazıb. Qüvvətə də yazırıq 6. Bərabər olacaq neçəyə? 64-ə. Deməli, 64 fərqli şifrə burada mövcuddur. Keçək digər sualımıza. Sual 2-də deyir ki, 0, 5, 7 rəqəmlərindən istifadə edərək neçə 3 rəqəmli ədəd yazmaq olar? Mümkün kombinasiyaları göstərin. Baxın, burada ədəd deyir. Ədəd. Kod demir. Kod ayrıdır, ədəd ayrıdır. Kodda başlanğıcı, baxın, ədəddə belə yaza bilərsiniz. 0, 57. Yox, 57 yazsınız da, əvvələ 0 yazmırsınız. Amma kod qoyanda, məsələn, hər hansı bir sosial şəbəkədə siz kod qoyanda, əvvələ 0 da əlavə edə bilərsiniz də, məsələn, 0,57. Burada ədəddən söhbət gedir. Deyir ki, 0, 5, 7 rəqəmlərindən istifadə edərək neçə 3 rəqəmli deyir. Elə başa düşün ki, 3 dənə xanadır. 3 dənə xana yaza bilərik də burada. Ədəd daxil edə bilərik. 3 rəqəmli olsun. Və 0, 5, 7 rəqəmlərindən yalnız bura 1 rəqəm yaza bilərik. 3 rəqəmli yarada bilərik də. Hansı hallar mümkün ola bilər? Baxın, birinciyə dedik ki, 0 yaza bilmərik. Deməli, 5 yaza bilərik bura, bir də 7 yaza bilərik. Neçə hal oldu, neçə vəziyyət oldu? 2 vəziyyət. İkinciyə hər üçün yaza bilərik də. Yəni, 0 da yaza bilərik, 5 də yaza bilərik, 7 də. 3 vəziyyət oldu. Üçüncüyə də həmçinin 0 da yaza bilərik, 5 də, 7 də. Neçə vəziyyətimiz oldu? 3 vəziyyət. Və bunları bir-birinə vururuq. Neçə olur? 18. Deməli, 18 burada kombinasiya, müxtəlif kombinasiya yarada bilərik. 3 rəqəmli. Yəni, ola bilər də, məsələn, 5, məsələn, 0, 0 yarada bilərik. Və yaxud da 5, məsələn, 5 yarada bilərik. Və yaxud da bu şəkildə gedəcək 7, 7, 7 yarada bilər. Yəni, hamısı 3 rəqəmlidir, 3 elementdən ibarət. Elə bir ki, burada uzunluq 3-dür. 3 rəqəmdən istifadə edirik. Burada 18, belə deyək, müxtəlif kombinasiya burada yarada bilərik. Keçək 3-cü sualımıza. 3-cü sualda deyir ki, bir təhlükəsizlik sistemində 5 rəqəmli PIN kod yalnız 0 və 1 istifadə edərək yaradılır. Neçə fərqli PIN kod mümkündür? Əvvəlki sualdakı kimdir? Sadəcə burada forması dəyişib sualın. Burada isə deyir 5 rəqəmli olsun PIN kod. Yəni 5 dənə rəqəm olsun. 5 simvoldan istifadə olunsun. Və 0 və 1-lərdən istifadə olunsun. Yəni hər birində 0 və 1 olsun. 5 rəqəmlidirsə düsturumuz nə idi? N bərabər 2 üstü i. N'imizi deyir də tapaq. Neçə fərqli PIN kod mümkündür? Və yaxud da neçə belə deyək kombinasiya, müxtəlif kombinasiya yaratmaq mümkündür? 2 fərqli vəziyyətimiz var da 0 və 1. 2-ni olduğu kimi saxlayırıq yerində və qüvvətə nə yazırıq? 5 rəqəmli, uzunluq 5-dir. Üstə yazırıq 5 bərabər olur 32. Deməli,
32 fərqli pin kod burada yaratmaq mümkündür. Keçək 4-cü sualımıza. 4-cü sualda deyir ki, 400 müxtəlif simvolu ikili kodlaşdırma. İkili kodlaşdırma nədir? Yəni 0 və 1-lərdən istifadə olunacaq da. Kodlaşdırmaq üçün istifadə edilən kodların minimal uzunluğu nə qədər olmalıdır? Baxın, düsturumuz belə idi də. M bərabər 2 üstü I. İkili kodlaşdırmada isə 0 və 1-dir. 2 vəziyyətimiz var. N'imiz burada nədir? Bax, budur. 400 müxtəlif simvol bizə N'imizi göstərir. N'i biz, yəni 400'ü 2-nin qüvvəti şəklində göstərə bilərik? Yox, göstərmək olmaz. Onda bu misallarda necə edirik? Bu tip misallarda 400'ü ona yaxın olan 2-nin qüvvəti şəklində göstərilə bilən ədədə gətirib çıxardırıq. Məsələn, elə başa düşün ki, 5 litrlik bir qabda su var. 5 litrlik sudur da qabda. Bunu mən 3 litrlik qaba boşaldım, yoxsa 6 litrlik və yaxud da 7 litrlik. Bunların hansına boşaltmalıyam? 3 litrliyə boşaltsam 5 litrliyi su dolacaq, qalanı daşlanacaq, töküləcək yerə və yaxud da qalacaq qabın içərisində. Bu 5 litrlik suyu mən 6 litrliyə boşalda bilərəm, 7 litrliyə boşalda bilərəm. İndi burada deyir ki, minimal uzunluq. Bunun içində mən minimal olaraq hansı qaba boşalda bilərəm? 6 da var, 7 də. 6 litrliyə boşalır. Minimal deyirəmsə, bunların içində ən kiçiyi 6 litrlidir. Deməli 5 litri minimal qab olaraq 6 litrliyə boşalda bilərəm də. Bu da eyni məntiqdir. 400 müxtəlif simvol var. Bunu 2-nin qüvvəti şəklində göstərə bilmərik ki, eyni tapaq. Ona görə biz 400'ü ona yaxın olan 2-nin qüvvəti şəklində göstərilən hansı ədədə bərabər eləyə bilərik? 2'nin üstü 9'a. 2'nin üstü 9 nədir? 512'dir. 2'nin üstü 9'dan kiçik nədir? 2'nin üstü 8. 400 bunların hansının içinə daxil ola bilər? 2'nin üstü 9'a da, düzdür? 2'nin üstü 8, 256 edir. Baxın, bu litr misalını çəkdimi? Bax, onun məntiqindədir. Bu şəkildə. Onda deyəcək ki, N'imiz bizim 2 üstü 9'dur. Bax, M bərabər 2 üstü 9. İndi deyir burada, bax, 2 üstü 9'un da içinə 400'ü daxil eləyə bilərik. 2 üstü 10'un da, 2 üstü 11'in də. Uzunluq dediyi bu üstəkilərdir də, qüvvətdə olanlar. Və misalımızda deyir ki, minimal uzunluq nə qədərdir? Bunların içində minimalı hansıdır? 9'dur. Əgər N'imiz 2 üstü 9'dursa, burada biz minimal uzunluğu tapsaq, olacaq 9. Bir kitabxanada, baxın, eyni sualdır, sadəcə olaraq forması dəyişilib. Fərqlidir forması, amma məntiq eynidir. Bir kitabxanada 50 fərqli kitab mövcuddur. Bu kitabların ikili kodla kodlaşdırılması üçün ən azı neçə bit kifayət eləyər? N'imiz burada nədir? Baxın, 50'dir də. 50'ni biz 2'nin qüvvəti şəklində göstərə bilmirik də. Ona görə 50 2'nin qüvvətində göstərə bilən hansı ədədə yaxındır? 2 üstü 6'ya. Yəni buna yaxındır. Onda burada deyir ki, bu kitabların ikili kodla kodlaşdırılması ən azı neçə bit kifayət elər? Dedik, uzunluq nədir? Uzunluq biz bitlə ifadə edirik də. Uzunluq budur, qüvvətli olan. Deməli, cavabımız da olacaq ən azı, baxın, 50 2 üstü 6'ya qədər, 6'ya da daxildir. 2 üstü 7'yə də daxildir, 2 üstü 8'ə də. Bu uzunluqların içərisində ən azı olan hansıdır? 6'dır. Ona görə 6 bit kifayət eləyəcək. Sonra keçək 6-cı sualımıza. Bu sualda deyir ki, 7 fərqli dərs var və hər biri üçün ən kiçik əlifbadan istifadə olunur. Ən kiçik əlifba dedikdə 0 və yaxud da 1 nəzərdə tutulur. Yəni ikili kodlaşdırmadan istifadə olunur. İlk 4 dərsin kodları ilə bağlı bit sayını tapmaq lazım olacaq deyir. Baxın, bunu necə eləyir? Bax, əvvəlki sualımızda dedi ki, bir kitabxanada 50 fərqli kitab mövcuddur. Eyni məntiqdir, sadəcə olaraq sualın forması dəyişilib. Burada isə deyir ki, 7 fərqli dərs var. Deməli, eynimiz nədir? 7'dir.
7-yə yaxın olan 2-nin qüvvəti şəklində göstərilə biləcək ədədlər hansılardır? 2 üstü 3-dür, 2 üstü 4-dür, 2 üstü 5-dir və sair sonsuza qədər. Bunların içərisində uzunluğu minimal olan 2 üstü 3-dür. Deməli, n-i bərabər edəcək 2 üstü 3-ə. Baxın, elə başa düşün ki, burada riyaziyyatdır, bu informatikadır, bu fizika, kimya, misal üçün yazıram bunları, biologiya, tarix və Azərbaycan dili. Baxın, hər birinin 2 vəziyyətimiz var da, 0 və yaxud da 1. 0, 0, bura 2 koddaşlarında 3 elementdən istifadə edirik də. Niyə? Çünki uzunluq 3-dür. 0, 0, 0. Burada 0, 0, 1 yaza bilərik. Bura 0, 1, 0. Bu şəkildə girəcəyik, sonra 1, 1, 1. Düzdür? Biz dedik ki, 0 və yaxud da 1 nə hesab olunur? Bit hesab olunur da, 1 bit sayılır. 0 və yaxud da 1 bit sayılır. Və 0 özü də 1 bitdir, 1 özü də 1 bitdir. Burada neçə dənə 0 var? 3 dənə 0. Onda deyəcək bu 3 bitdir. Burada neçə dənə element var? Uzunluğu nə qədərdir? 3. Bax, bu da 1 bitdi, bu da 1 bitdi, bu da 1 bitdi. Neçə bit oldu? 3 bit. Yəni, bunların hər biri uzunluğu 3-dürsə, 3 bit hesab olunur. İndi burada deyək ki, ilk 4 dərsin kodları ilə bağlı bit sayını tapmaq lazım olacaq. İlk 4 dərsin. İlk 4 dərs hansıdır? Riyaziyyat, informatika, fizika, kimya. Bax, bu 4-dür. Bunların hər biri 3 bit olacaq da. Hər biri 3 bit. 4 dənə 3 bit, yəni 3 vurulsun 4 bərabər 12 bit olacaq. Cavab da olacaq bu. 7-ci sualda deyir ki, bir şirkətdə 40 fərqli məhsul var və hər məhsul üçün ikili kod, binary kod ilə unikal barkod hazırlanmalıdır. Bu ikili kodların minimal uzunluğunu təyin edin. 40 fərqli məhsuldur. Yəni, n-imiz burada 40-dır. 40-ı biz 2-nin qüvvəti şəklində olan hansı ədədə yaxın göstərə bilərik? 2-nin üstü 6-ya yaxın. Uzunluq burada oldu 6. Yəni, hər bir simvolun həcmi 6 bitdir. Deyir ki, hər məhsul üçün ikili kod ilə unikal barkod hazırlanmalıdır. Yəni, mağazalarda olur, barkod cihazları, hər bir məhsulun, məsələn, çörəyin, yağın, digər məhsulların hər birinin unikal barkod kodu olur. Deyir, bu ikili kodların minimal uzunluğunu tapın. Əgər məsələn, bax, çaydır, məsələn, çörəkdir, misal üçün deyirəm, çörək. Məsələn, yağdır, bunların barkod kodları olur da və ikili kodda kodlaşdırılmalıdır bunların barkod kodu. 40 müxtəlif məhsuldur, fərqli məhsuldur. 40 fərqli məhsuldursa bizim n-imiz olur 2 üstü 6. Düzdür? Deməli, burada uzunluq nə qədərdir? 6 dənə. Deməli, barkod kodumuzda, hər məhsulun barkod kodunda 6 dənə simvol olacaq. Uzunluğu 6 olacaq. Və uzunluğu 6 olduğu üçün dedik ki, biri bunun 1 bit sayılır da, onda 6-sı neçə bit olacaq? 6 bit olacaq. Çünki binary koddur, 0 və 1-lərlə təyin olunub. Ona görə bitlə ifadə edirik. Olacaq bizdə ilə cavab 6 bit. Yəni minimal uzunluq deyir də burada. Burada 40-a yaxın 2 üstü 7 də yaza bilərik. Minimal uzunluq burada neçədir? 6. Ona görə 6 bit götürdük. Keçək 8-ci sualımıza. Burada deyir ki, A, B, C, D, Y hərflərindən istifadə eləməklə 4 hərfli neçə söz yazmaq olar. Şərtdədir ki, oxşar hərf yan-yana gəlməsin. Baxın, 4 dənə xana burada çəkirəm. Bu birinci xana, bu ikinci, bu üçüncü, bu da dördüncü xana. Hər birində hansı hallar ola bilər? Bax, burada birinci xanada 5 halın 5-ini də yaza bilərik. 5 hərfdən də istifadə edə bilərik. Məsələn, A da buraya yaza bilərik. B də, C də, D də, Y də. Neçə hal oldu? 5 hal. Deyir ki, bunlar yan-yana olmasın, gəlməsin. Məsələn, bura A yazmışamsa, bura A yaza bilmərəm. Nə yaza bilərəm?
B, C, D və Y. 4 halımız oldu da burada. Əgər bura B yazmışamsa, bura B yaza bilmərəm. Olur A, C, D, Y. Yenə 4 halımız oldu da. Əgər bura A yazmışamsa və yaxud da C yazmışamsa, bura C yaza bilmərəm. Tutaq ki, belə təsəvvür edək ki, bura A yazmışıq. Onda bura nə yaza bilərik? B, C, D, Y. 4 halımız mümkün oldu. Bunları bir-birinə vursaq, neçə hərfli söz yaza bilərik? 320, belə deyək, 4 hərfli söz yaza bilərik. Və yaxud da elə başa düşək ki, burada 3 hərf durub, yəni 3 hərfdən istifadə eləmək istəyirik. A, B, C və 3 hərfli söz yazmaq lazımdır. Oxşar hərf də yan-yana gəlməsin. Kombinasiyalar necə olacaq? Bax, bura yazaq, məsələn, A, B, burada A. Bura yaza bilərik A, B, C. Bura A, C, A. Bura yaza bilərik A, C, bir də B. Bura yaza bilərik B, A, B. Sonra bura yaza bilərik B, A, C. B, C, B. Sonra bura yaza bilərik B, C, A. Sonra C, A, C. C, A, B yaza bilərik. Sonra C, B, C, bir də C, B, A. Baxın, bunları yazdım. Birinci xanada elə bir başa düşün ki, bunlar durur. İkinci xanada bunlar, üçüncüdə də bunlar durur. Düzdür? Baxın, birinci xanamızda hansı hərflərdən istifadə elədik? 3 hal mümkün oldu da. A-dan da yazdıq. Baxın, bunlar birinci xanalardır. B-dən də yaza bilərik. C-dən də. İkinci xanada 2 haldan istifadə elədik. Baxın, A yazmışıqsa yanında A yaza bilmərik. Deməli, B yaza bilərik, bir də C. İkinci xanada 2 haldan istifadə eləyə bildik. Baxın, bunlar. Bəs üçüncü xanada da 2 haldan istifadə eləyə bildik. B yazmışıqsa bura, baxın, bura B yaza bilmirik. A yaza bilərik, bir də C. Bura C yazmışıqsa, bura A-dan B yaza bilərik. 2 haldan istifadə elədik. Bura A yazmışıqsa, bura BC. Bura C yazmışıqsa, üçüncü xanada BA istifadə eləyə bilərik. A yazmışıqsa, CB-dən istifadə eləyə bilərik. B yazmışıqsa, AC-dən istifadə eləyə bilərik və bu şəkildə. Deməli, 3 hərfdən istifadə eləmişik. Birinci xanada 3 halın 3-ündə yazdıq. Yazıraq bura 3. İkinci xanada 2 haldan istifadə elədik. Üçüncü xanada da 2 haldan istifadə elədik. Bunları bir-birinə vururuq. Eləyir cavab 12. Həqiqətən də bunları saysaz, burada 12 müxtəlif söz yaranmış olduğunu görəcəksiniz. Keçək 9-cu sualımıza. Burada deyir ki, informasiyanı kodlaşdırmaq üçün LED lampalardan istifadə olunur. Hər bir LED lampa 2 fərqli vəziyyətdə ola bilər. 16 simvolu ifadə etmək üçün ən az neçə LED lampa istifadə edilməlidir? Yəni, burada enimiz neçədir? 16. 16 müxtəlif simvol ifadə eləməliyik də. Deməli, n bərabərdir 16. 16-ın 2-nin qüvvəti şəklində yazsaq neçə eləyəcək? 2 üstü 4. Uzunluq burada 4-dür. 2 isə burada vəziyyətlərin sayıdır. 2 fərqli vəziyyətdə ona görə. Biz lampalar barədə nümunəyə baxanda dedik, orada lampaların sayı bizə uzunluğu göstərdi. Neçə lampadan istifadə eləmişiksə, o lampalar bizə uzunluğu göstərəcək. Yəni, bu qüvvəti göstərəcək. Hansı ki, biz kombinasiyaları, mümkün kombinasiyaları orada yaradanda fərqli vəziyyəti burada əsasda yazırdıq. Qüvvətdə isə o hər bir halı yazanda neçə elementdən, neçə uzunluqda istifadə edirdik.
neçə lampadan istifadə edirdik. Onlar bizə bu qüvvəti göstərir. İndi burada da deyir ki, 16 simvol ifadə eləmək üçün enimiz 16 olacaq. 2 fərqli vəziyyətdə yazırıq bura 2. 16-nı 2-nin qüvvəti şəklində necə göstərə bilərik? 2 üstü 4 şəklində. Deməli, burada neçə ən az lampadan istifadə olunub? 4 lampadan istifadə olunub. Cavab da olacaq 4. Keçək 10-cu sualımıza. Bu sualda deyir ki, bir əlifbada 18 fərqli hərf və 7 fərqli rəqəm varsa, bu əlifbadakı hər bir simvolu yaddaşda saxlamaq üçün minimum neçə bit tələb olunur? Elə başa düşün ki, bu əlifbamızdır. Burada 18 fərqli hərf və 7 fərqli rəqəm var. Bunlar birlikdə əlifbada neçə simvol olduğunu göstərəcək. Birlikdə burada 25 simvol var. 25 simvolumuz var. Düzdür? Deməli, enimiz burada nədir? Enimiz bərabərdir 25-ə. Biz 25-i 2-nin qüvvəti şəklində göstərə bilərik? Yox. Ona görə ona yaxın olan 2-nin qüvvəti şəklində göstərə bilən ədəd hansıdır? 32-dir. 32-ni də necə yaza bilərik? 2 üstü 5 şəklində. Burada 2 vəziyyəti göstərir. 2 vəziyyətimiz var. 5 isə qüvvətdə olan 5 uzunluğu göstərir. Və yaxud da hər bir simvol neçə bitdir, onun həcmini göstərir. Burada deyirik ki, bu əlifbadakı hər bir simvolu yaddaşda saxlamaq üçün bizə minimum neçə bit tələb olunur? Deyəcək ki, minimum 5 bit tələb olunur. Cavab da olacaq bu. Bugünkü dərsimiz informatikadan informasiyanın kodlaşdırılması oldu. Növbəti dərsimizdə görüşənək.